Deməli belə. Hə, YouTubedan da başladı. Xoş gördük hər kəsi. Deməli, bugün həm TikTokda, həm YouTube'da, həm də burada valla bilməm neçə dənə kamera var, bura, ora. Mən yazıq o zülmü çəkirəm. Hə, deməli, bugün iyul ayının 3-üdür və 2026-cı ildir. Biz artıq 2027-nin miqinə hazırlaşırıq. Sual verə bilərsiniz ki, niyə? Çünki olduqca operativ artı hələ də imtahan vaxtlarını açıqlamayıb. Hələ, belə deyək də, bu yayın bu istisinə dərslərimiz davam edir. Belə, yəni, inşallah yaxşı olar. Hər il biz bu artı tərəfindən, ETN tərəfindən bu qeyri-adi, möcüzəli şeylər olmasa, həmən tədris ilini başa vura bilmirik. Sağ olsun ki, hər il sürprizlərlə bizi yəni, o sevindirir. We are very surprised. Nəsə, hə. Deməli, xalqımız TikTok'dan da yaza bilərlər. Mən TikTok'u buradan görə bilmirəm. Bizim kimidir? Hə. Oradan baxıb deyəcək. Əgər suallar varsa Azərbaycan dillə bağlı. Hə. Azərbaycan dillə bağlı, ədəbiyyatla bağlı fərqi yoxdur. Suallarınızı verə bilərsiniz. İnşallah mənim bildiyim suallar olar. Hə. Bizə nə edəcəyik? Onlara cavab verəcəyik və çalışacaq ki, faydamız olsun. Canlı yayımı paylaşın. O cümlədən də gəl. Gəl, kadrdasan, necə görsünlər, bəyənsinlər. Aha, deməli, Rəhman əfəndə gecikmişdir. Gəl. Tələs. Aha. Deməli, siz də bu videonu paylaşmaqla, bəyənməklə, o YouTube'da bilirəm, bəyənmə qanqren yaradır. Artıq neçə nəfər baş barmağı qanqren olur, bu bəyənmə düyməsini basanda. Ya da ki, Babat İşıqqulu yazır, məşhur zarafatı bir də bunu eləməyim. Bəyənə bilərsiniz, paylaşa bilərsiniz. Yəni, oradan milyon zat gəlmir, həqiqətən. YouTube'un Azərbaycan kontekstində elə bir böyük bir şey yoxdur. İnanın mənə, heç milyon zat gəlmir. Hə, min gəlir. Zarafat ilə o da gəlmir. Bəyənənə daha çox adamın qarşısına çıxır, daha çox faydalı oluruq və daha çox bir xeyir iş görmüş oluruq. Belə, başlayaq. Hə, haqq səsinizi ucaldın, ey xalqım. Yox, mənə elə sual verməyin, xahiş elə. Mənə, bunu da deyim, bütün bir mövzunu izah eləmək üçün asmamışam bu canlı dərsi. Mənə konkret problem məsələləri yazmaq lazımdır. Hə, müəllim, tabisi mürəkkəb cümlə, o özü elə yarım saatlıq izahdır. Konkret nə? Daha konkret fikirləri sürmək lazımdır. Başlayaq. Əvvəl buradakı xalq, çünki onlar pul ödəyiblər, ona görə. Hə, ya Allah. Dır şəkilçisi nə vaxtda olur, nə vaxtda olur? Dır şəkilçisi, baxın, bu birincisi, yenə deyirəm, bu fəaliyyət, bir də ana xanım gelib bitirsin də mən davam edəcəm. Mən sizə mani olmuram ki? Sağ olun, aha. Deməli, birincisi, nə vaxt məsələsini boş verin. Çünki, əgər elə yanaşsaz, qrammatik qaydalar gelib əsaslansa səhv edəcəksiniz. Bu dır şəkilçisi, biz belə deyirik, qaydada belə deyirik ki, bu dır əgər qrammatik şəkilçidirsə, bunun tələffüzü D olacaq. D. Düzdür, dır 4 variant və D 4 variant. Məsələn, deyirsən ki, birini yazaq da, uşaqdır. Düzdür, qrammatik şəkilçidir, bəli, tələffüzü nə olacaq? Uşaqdır. Bu belə olacaq. Yox, əgər bir mənalı olaraq dır leksik şəkilçidirsə, gəl qızım, dır leksik şəkilçidirsə, bu elə tələffüzdə nə olacaq? Elə dır da olacaq. Məsələn, deyirsən ki, oxudur. Düzdür, leksikdir, bəli. Elə tələffüzdə nə olacaq? Oxudur və vurğul. Hə, indi gəldik, biz burada demək olar ki, müdavim bunda səhv eləmir, cəmaat buna səhv eləmir. Cəmaat bunun transkriptik formasını səhv eləyir. Məsələn, biz nə deyirik? Biz deyirik ki, əgər mənə, məsələn, transkripsiyada, fikir verin, transkripsiyada belə düşübsə, mən bir mənalı olaraq, bax, transkripsiyada dırı görürəmsə, mən bunu bir mənalı olaraq leksik şəkildə düşünməliyəm və bir mənalı olaraq da bu elə yazdırmaq feilidir. İcra növdə olan yazdırmaq feilidir. Aydındır mı? Yox. Əgər mənə transkripsiyada belə düşübsə, D düşübsə, hə, mən artıq bunu 3 cür düşünə bilərəm. Məsələn, 1, düşünə bilərəm, yazdır, bahardır, yazdır, xəbəri şəkilsindən. Düşünə bilərəm, şuhudi keçmiş zamanda olan yazdı feili kimi, düzdür. Və düşünə bilərəm, L-li sifət-düzəldən şəkilçisinin bu forması. Deməli, əmin olduğum versiya hansıdır? Əgər transkripsiyada dır varsa. Bəs əmin olmadığım versiya hansıdır? Əgər transkripsiyada D varsa. Bir bu, xalqımızı ən çox elədi səhvdir. Bir də Aə məsələsi.
AM məsələsi yönlük halda. Bax, onu da izah edirəm. Bu, məsələn, biz testlərlə işləyənə görürük də, ən çox orada səhv eləyir. Bu, yəqin yadda qaldı. O, nə vaxt olur? Məsələn, qayda belədir, baxın. Qayda bizə deyir ki, söz sahitlə bitirsə, məsələn, deyək ki, yazıram bura, kürə sözünü. Söz sahitlə bitirsə, bax, fikir verin, söz sahitlə bitir, düzdür? Tam görünmür, olar mı? Baxın bir dənə. TikTok'da görünmürsə, yazılar görünmür. Can, bu saat tərəfimizdən müvafiq addımdan atılacaq. Bu nə tər atılsın ki, Allaha xoş getsin, bircə deyir bunu. Müvəqqəti narahatçılığa görə üzr istəyirəm. İndi necədir bir dənə baxın. Yaxşıdır? Dəqiq. Bəsə inanıram ha. Hə. Görünür orada elə. Nəsə. Hə. İndi baxın bizə. Bizə nə deyir? Qayda mənə deyir ki, söz sahitlə bitirsə, sahitlə. Düzdür? Söz sahitlə bitir. Buna plus görünük hal şəklisi artıranda, təbii ki, nədən istifadə edəcəm? Bitirici samitdən. Düzdür? Bitirici samitdən. Yəni, aldığım söz nə olacaq? Kürəyə. Söhbət yazılışdan gedir hələ. Ha, bax, transkripsiya verməmiş. Və bunu tələffüzə keçirəndə olacaq kürüyə. Niyə? Çünki qayda mənə deyir ki, söz sahitlə bitirsə, görünük hal şəklisi əlavə etdikdə açıq sahit nəyə çevrilməlidir? Qapalı sahit. İndi, deyək ki, bu söz kürək sözüdür, kürək. İndi nə ilə bitib? Samitlə. İndi buna görünük hal şəklisi əlavə eləm xumar. İndi burada nə baş verəcək? Köyə əvəzlənməsi. Düzdür? Olacaq nə? Kürəyə. Gəl ağılım. Deməli, bunun tələffüzünə isə heç bir şey baş verməyəcək. Niyə? Çünki samitlə bitən sözlərə bu aid deyil. İndi burada nə oldu? Nə gördüm mən? Deməli, əgər mənə transkripsiyada görsəm ki, açıq sahit qapalı sahitə çevrilməyibsə, deməli, bu köyə əvəzlənməsidir. Yox, açıq sahit qapalı sahitə çevrilibsə, deməli, bu nədir? Bitişdirici samit. İşarəsini belə qoyuram ki, olsun. İndi baxın burada. Burada mən nə düşünə bilərəm? Burada düşünə bilərəm kürü ismi, kürü, balıq kürüsü, plus yönlük al. Düzdür? Düşünə bilərəm kürə ismi, plus yönlük al. Amma bunu yox. Bunu ancaq nə düşünərəm? Elə kürək plus düşünərəm. Aydındır? Deməli, transkripsiyada dır varsa, yazılışın bir cür düşünəcəm. Transkripsiyada açıq sahit, qapalı sahitə çevrilməyibsə, yazılışın bir cür düşünəcəm. Yəni, bunlarda məsələ netdir. Aydındır? Azam mistakes. L ilə yadda saxla. L ilə yadda saxla. Feilli. L-lı. Aydındır. Feil. Yəni, bax. Məsələn, buraya yazıram. Bax, deyək ki, bu sözü. Düzdür. Əgər bu feil olsa, feilli. L. Deməli, olacaq nə? Yazarlar. Və nə olacaq? Vurğu sual. Tələffüzdə vurğu göstərməyir, amma sadəcə olaraq yadınızda qalsın deyə. Çünki bu şəxs sonluq olsa vurğu qəbul eləməyəcək. Amma isim olsa, sifət olsa, onlar nə? Yazarlar. Onda nə olacaq? Vurğu harada olacaq? Sonda olacaq. Bir daha deyirəm, müəllim vurğunu transkript tələffüzdə göstərir. Yox, sadəcə izah üçün dedim. Nə var burada, baxın. Sən yazmırlar. Kökük, dönük, qalıq, vuruq sözləri amonimdir. Kökük, dönük. Onunla lüğətinə baxın, yox məncə. Vuruq olar. Deməli, sonra. İzah edirəm. İlk növbədə mətnin bizə 3 tipi var, qulaq asın. Mətnin 3 tipi var. Hansı tiplərdir? Deməli, nəqli xarakterli. Bax, nəqli sözü nədir? Nağıldır da, nağıl eləmək. Nağıl eləmək. Məsələn, yenə deyirəm, sən deyirsən ki, bir hekayə yazırsan da, bu mətin, belə deyək də, sənin fikirlərin ortaya çıxmasıdır da. Sənin fikrin hansı formada ortaya çıxırsa, məsələ də odur. Məsələn, yazırsan ki, ötən yay babam bizə gəlmişdi, biz xeyli sevindik, babamla birlikdə meşəyə balıq ovuna getdik və s. və ilə. Nağıl elədin. Nə heç bir şey təsvir eləmədin, nə də ortaya bir fikir qoymadın. Fikir qoymadın. Sadəcə nağıl elədin. Düzdür? Gəldi ikincisi təsviri. Təsviri, məsələn, adı üstündə bir şey neynəməliyəm? Təsvir eləməliyəm. Epik növdə nə danışır? Epik növdə nə əsasdır? Təsvir təhkiyə. Bax, bu təhkiyə budur. Təsvir də budur da. Təhkiyə nədir? Nağıl eləmə. Təsvir də nədir? Bir şeyi təsvir edə bilərsən ki, məsələn, deyək ki, o ədəbi portretlər var.
Məsələn, ana bacının portreti. Təsvirdir də, hə? Fikrim çatdı mı? Və yaxud da Zeybək qızında Mithat Əfəndinin o gördüyü mənzərə var ya, o Süleymaniyyə Camisinə qədər. Təsvirdir. Gəldik mühakimə. Düzdür, mühakimə. Mühakimə xarakterli mətnlər çox az halda bədii olur, amma o da olur. Mühakimə nədir? Hə, burada arada sən bir fikirləri qoyacaqsan. Fikir, ideya. Fikrim çatdı. Məsələn, mühakimə xarakteri deyək ki, bunların daha çox tezi çıxartmaq olur. Mühakimə xarakterli mətnlərdə tezi çıxartmaq olur. Məsələn, deyirsən ki, mən düşünürəm ki, məsələn, fikrimi deyirəm, mən düşünürəm ki, eyni zamanda TikTok açıram, o cür mən digər telefonumu da qoyuram, hamı bilir ki, ilk telefonum var. Hə, o biri telefonu da qoyuram, eyni canlı yayımı qayd edir və mən onu sonra paylaşıram ki, baxa bilməyənlər baxsınlar. Fikir. Və bununla yaxşı fikirləşəm, həm az enerjim gedir, həm daha çox kütləyə çıxa bilirəm. Fikir. Və bir də bir şey də deyim. Ola bilər ki, bir mətndə bunun ikisi bir yerdə olsun. Ola bilər ki, bir mətndə bunun üçü bir yerdə olsun. Aydındır. Bu adlanır mətnin tipi. Mətnin nəyi? Tipi. Sizə bu üç formada tip düşəcək. Ədəbiyyatda birdən sual düşür. Deyir ki, bu mətndəki problem nədir? Onu biraz tapmaqda biraz çox çətinlik çəkir. Keçən bir test var ki, niyə test tapa bilmədim? Yazıram. Bax, deyək ki, bir mətn quru. İyul ayının 3-ü idi. MİQ imtahanlarının vaxtı hələ bilinməmişdi. Yazıq Qaracamaz hərgərdan olaraq bu yay vaxtında Bakının küçələrinə MİQ-ə hazırlaşırdılar. Problem nədir? Bu qədər sadə. Bizim için problemdir, artı için yox. Hə. Bu asan deməlim, keçən əsərlər düşmüşdü, onu tapa bilmirdim. Bax, izah edirəm. İzah edirəm. Bizim hər günümüz bir problemlə başlayır. Problem deyəndə, biz indi bu məişətdə problem deyəndə nə başa düşürük? Bir çətinlik. Elə deyil. Fərqi yoxdur. Mətndəki problem yaxşı bir şey də ola bilər. Başa düşdü. Mətndə problem deyəndə illa gedib bəd bir şey axtarmayın. Yəni, o mətn nəyə görə yazılıb? Nəyin əsasında qurulub? Bax, odur məsələ. Problem. Yaxşı necə olur? Məsələn, yaxşı belə ola bilər. Deyək ki, məhəlləmizə su çəkəcəkdilər. Qəfil xəbər gəldi ki, məhəlləmizə su çəkəcəklər. Aydındır. Heç kim bu xəbəri gözləmədiyi üçün təşvişə düşdü. Pis bir şey deyil. Təşvişə düşdü. Aydındır. Nə bilim, deyək ki, kimlər ki, suya ciddi ehtiyacı vardı, onlar daha çox sevinirdilər və yaxud da, deyək ki, məhəllənin aşağı tərəfində özlərinin su qoyusu olanlar bu xəbəri o qədər də sevinclə qarşılamadılar. Problem nədir? Məhəlləmizə su çəkəcəklər. Yəni, illa ki, problem deyəndə gedib bəd bir şey, mətndən bəd bir şey axtarmayın. Bu nə vaxt olur? Deyək ki, bu mətn qoyduq, məsələn, aşağıda deyirik ki, 7-8-ci cümlədə deyirik ki, qonşu Əli Rızanın keçən il quyusuna pişik düşüb öldüyü üçün quyudan istifadə edə bilmirdi. Pis bir şeydir. Problem, getdim onu götürdüm. Bu deyil. Mətn mənə bunu çatdırmaq istəmir. Fikrim çatdı. Mətndə əsas problem, o mətn nəyə görə yazılıb? Nəyin əsasında qurulub? Odur. Hə, sonra. Qarşılıq bir gərək növü. Qarşılıq bir gərək növü. Bax, bizim gündəlik hərəkətlərimiz var. Hərəkət də nədir? Feildir. Hansı feildə ki, mən mütləq qarşılıqlı bir iş görməliyim. Sən deyirsən ki, mən otağa girib salamlaşdım. Tamam, salamlaşmaq üçün sənin yanında adama ehtiyac yox. Qarşısına bir adam olmalı ki, ona salamlaşasan, qucaqlaşasan, görüşəsən, deyişəsən, atışasan, döyüşəsən, vuruşasan. Vuruşmaq üçün mənə qarşımdakı adam olur. Bir də qarşılıq növdə şeyə ehtiyac qalmır. İkinci subyektə ehtiyac qalmır. Sən desən ki, məsələn, əskər cəbhədə döyüşür, hamı bilir ki, bu kimlə döyüşəcək? Düşmənlə döyüşəcək də. Və yaxud deyirsən ki, Səid dalaşır, yəni bu avtomatik, bu tək başına bunu eləməz də, bunun qarşısında bir adam var, onunla dalaşır. Amma birgə işsə, birgəlik növü isə, mənim qarşımda adama ehtiyac yoxdur. Bilgə eləməyə ehtiyac var. Yallı düşünün. Qarşımızda adama ehtiyac var, birgə adama ehtiyac var. Aydındır. Məsələn, bu belə deyək də, bir də var ki, məsələn, deyək ki, tans götür, nə vals, tans. Düzdür, tans eləmək. Bu, mənim qarşımda adama ehtiyac var. Yallı üçün yanımda. Biri bilgəlik növüdür, biri qarşılıq növüdür. Fikrim çatdı. İndi gəlirəm. Burada məsələ nədir? Burada qrammatik olaraq subyektin tək və cəm məsələsi var. Qarşılıq növdə hamı bilir ki, mən işi tək başına görə bilmədiyim üçün mütləq mənə qarşına adam var. Bunun subyekt tək və cəm ola bilir. Amma bilgəlik növdə isə ağzımızda bilgə işlədiyimiz üçün o imkan vermir ki, mən subyekti tək eləyim.
Fikrim çatdı. Və bir də burada digər bir məsələ nə ortaya çıxır? Bax, fikir ver. Burada məsələn də uşaq nə edir? Gülür. Düzdür, uşaq gülür. Amma uşaqlar nə edir? Gülüşür. Mən burada özüm ləri yazmıram ki, bu ləri yazmıram ki, bizə maraqlı deyil, yəni lazım deyil, məsələ o deyil. İndi bir deyəcək mənim insan anlayışı, cəm, qramat, normal, məsələ o deyil. Bax, fərqi görürsünüz. Amma qarşılıq bilgiyə kimi də buna ehtiyac yoxdur. Qarşılıq bilgiyə kimi də uşaq döyüşür də deyə bilərsən. Aydındır. Uşaqlar döyüşür də deyə bilərsən. Baxın, gəl belə danışam. Uşaq döyüşür, yenə qarşımda kimsə var. Uşağın qarşısında kimsə var. Ha, uşaqlar döyüşür, deməli indi də bu uşaqların qarşısında kimsə var. Fərq budur. Amma bilgiyə kimi də elə deyil. Uşaq gülür, uşaq gülüşür. Uşaq qarşısında mənə adam lazım deyil. Deməli, ən azından bilirəm ki, orada bir neçə uşaq var. Bu işi görür. Qarşılıqlı iş deyil, yanaşı işdir. Yallı. Hə. Hə, qramat normu pozur. Kəmiyyəti də pozur. Çünki insan anlayışına görə müftədə xəbər bir cəmsə hər iki cəm olmalı. Nə yazırlar? Mən bir sual vereyim. Ver. Növlərində var, deyirəm, ya feildən düzəlsin, ya da kökü feil olsun. Ya, birincisi, hələ bu məsələni qoyaq bir qırağa. Hamımız bilirik ki, köklə düzəlmə eyni deyil, düzdürmü? Bunlar eyni şey deyil. Düzəlmə nədir? Düzəlmə odur ki, məsələn, bir sözdə 10 dənə lek şəkilçi vardısa, hansına baxırdım? Sonuncun əvvəlinə, vəssalam. Yəni, kök sadəcə bir sözün tam birinci formalaşdığı yerdir. Aydındır. Feilin bütün qrammatik məna növlərində kök feil olmaya bilər. Kök feil olmaya bilər. Məsələn, yazıram bura, deyək ki, bax, qarşı, gəl ağlı var. Qarşılandı. Qarşı, qarşıla, qarşılandı. Məhsul növdür, məhsul növdür. Kök feil deyimi, yox. Mənə nə maraqlıdır? Feildən düzəlsin maraqlıdır. Aydındır. Buna fikir ver. Bir də o eyni köklü sözlərdə biz nə deyirik? Eyni köklü sözlər eyni sözdən düzəlməlidirmi? Xeyr. Eyni sözdən düzəlməyə bilər. Eyni kökdən formalaşmalıdır. Bəli, kök eyni olmalıdır. Bu, belə bir şeydir də. Baxın, məsələn, mənim ilk versiyam nədir? Bax, buğda, düzdür. Buğdanı üyüdüb nə edirəm? Un. İndi undan nə bişirə bilərəm? Çörək, undan nə bişirə bilərəm? Deyək ki, şirniyyat, düzdür. Çöçə. Aha, nə bişirə bilərəm? Tort, düzdürmü? Və s. və ilaxır. Baxın, üçündə kökü nədir? Buğda. Eyni köklüdürmü? Bəli. Yəni, mənə düzəlmə maraqlı deyil. Mənə kök maraqlı. Amma hansı ki, sən deyə bilmərsən ki, anam buğdadan çörək bişirir. Undan bişirir. Çünki çörək nədən düzəlir? Undan. Hə, kökü nədir? Buğda. Şirniyyat nədən düzəlir? Undan. Kökü nədir? Buğda. Tort nədən düzəlib? Undan. Kökü nədir? Buğda. Eyni köklüdürlərmi? Bəli. Bu, şey düşünün də, demirik, bu hiperoni, hiponim, nəminə, təzokqalar. Un məmulatları. Yəni, undan hazırlananlar. Yəni, eyni köklüdürlər. Kim çatdı mı? Hə? Özül sözünün kökü nədir? Nə? Özül sözünün Özüz? Özül. Öz. Feil qrammatik məna növlərində subyekt işlənə bilər. Yox. Gəl cümləni düz quraq. Cümləni düz quraq. Feilin qrammatik məna növlərinin subyekt işlənə bilər ifadəsi başqa bir şeydir. Məsələn, şəxsiz növdə ola bilməz. Hə, şəxsiz növ feilin olduğu cümlədə subyekt ola bilərmi? Bəli. Bax, bir daha deyirəm. İfadəni düz qur. Feilin bütün qrammatik məna növlərinin subyekti olur ifadəsi səhvdir. Şəxsiz növdə məlum deyil. Amma şəxsiz növ feil olan cümlədə subyekt ola bilərmi? Bəli, ola bilər. Tamamlıq formasında, hansısa birləşmə tərkibində. Hə, malımana qatmır. Bir nəfər yazdı ki, prototip birləşmənin məsləhəti tərkib yaratır. Niyə yaratma? Qabağına söz varsa, bəli. Qabağına söz varsa, bəli. Yenə deyirəm, frazoloji birləşmə, bir dəqiqə səbir verin. Frazoloji birləşmə bir söz kimi yanaşırıq da, düzdür. Gəlin bir dənə frazoloji birləşmə deyək, səbirli ol. Məsələn, qulaq ardına vurmaq. Qulaq ardına vurmaq, düzdür. Biz bunu neçə söz görürük? Bir söz. Bunu nə adlandırırıq? Məstər. Çünki hansı formadadır? Məstər formasında. Amma bunun qabağına bir söz artırsam, məsələn, yazsam ki, burada deyiləni, artıq burada ikinci leksik mənalı söz var. Nə yarattı? Tərkib. Bəli, bu eyni şey. Bu feil sifət formasından olsa belədir.
Fe'li bağlama formasından olsa belədir və s. və ilə. Bəzi hərəkət zəhvləri heç bir halda təyin ola bilmir. Tərzi hərəkət zəhvləri heç bir halda təyin ola bilmir. İfadəsi biraz düz deyil. Çünki qrammatikada bu cümlənin, yəni bu fikri net qoymaq, adama sabah bir nümunə gətirirlər. Ola bilər. Məsələn, deyirsən ki, bax belə bir ifadə qururam. Deyirəm ki, bu, məsələn, bu vəhşicəsinə hərəkət, məsələn, hamını məyus etdi. Belə bir cümlə quraram, heç kimə mənə deyilməz ki, bu nə cümlə qurmuşsan? Olur. Nə istəsən olur. Nə də söz olur. Hə. Məstər isimləşir. Məstər isimləşirmi? Məstər ismin xüsusiyyətini bildirir. Məstərin isimləşməsi nədir? De başqa maraqlı sual yoxdur. Başqa hansı kitabları məsləhət görərsiniz? Başqa var ki, nə ilə məsləhət görür? Xəbərin məstər tərkibi. Məstər tərkibi ilə fe'li birləşmə eyni şeydir də. Erim bunu səhv çıxarmış. Nə? Məni? Hə. Davam edək. Baxın, mən sizə bir şey deyim. Qoy, izləyicilər buradan bilsin. Nə Emaşim, dostlarımızdır ha. Nə Erim, dostlarımızdır. Nə Aqil Əliyev. Lap, yəni, Əkim Çatır deyə ad çəkirəm. İsmail müəllim, Azər müəllim, Anar müəllim, Zaur müəllim, dostlarımdır. Aqil müəllimin özü bir daha öz adını bir dəfə çəkir. Bunlar heç biri elmi mənbə deyil. Ki, mən qarşı. Biz sadəcə olaraq fikir bildirə bilərik. Yəni, məsələn, mən şəxsən özümdən danışıram ki, heç bir halda gedib Aqil müəllim belə deyir. Mən buna əsaslanım, deməli, bu düzdür, bu belə bir şey yoxdur. Geri gəlmişə dilçi alimlərimiz var, yəni, bu işdə saçları ağaran insanlar var, monografiyalar, elm əsərlər müəllifləri var. Yəni, onlar dura-dura biz vəsairik o şeylərdə. Yəni, sağ olun, etimad edirsiniz də, amma bizim dediyimiz həmişə haqdır, dəqiqdir, qanundur, düzdür, belə bir anlayış yoxdur. Yəni, mən özüm və tanıdığım dostlarım adına danışıram. Hə? Yanaşma əlaqəsidir, yalan işləməli. Bir dəfə bir test var idi, o idarəyə oxşuyurdu, amma siz onu yanaşma kimi götürmüşdünüz. Necə idarəyə oxşuyur, yanaşma götürmüşük? Yəni, İdarə... şəkilsinə oxşuyurdu. Ya, elə bir şey deyil, elə bir şey deyil. Hal şəkilsi bizə dəqiqə, bax, deyirik ki, hal şəkilsi idarə əlaqəsidir, düzdürmü? Bu elə bir qayda, yəni o nisbidir də. Məsələn, mən burada yaza bilərəm ki, baxın, kitab, məsələn, Əhmədindir, Əhmədindir, düzdürmü? Keçən də biri yazır ki, mən nə çox Akif deyirsiniz, kimdir bu Akif? Yazır, atamın xalasının əri. Yəni, o dəxli yoxdur da, yəni, hə, Əhmədindir. Hal şəkilsi var. İdarə əlaqəsini danışa bilənəm. Niyə danışanmaram? Çünki buradakı əlaqə nədir? Uzlaşmadır da, mübtədə xəbər arasında. Nə çox fikirləşdir, yaxşı 700 dənə söz yazmamışam. Hə, gelib 2 günə gələrdiniz. Deməli, bu nədir? Uzlaşma əlaqəsidir, düzdür? Yəni, uzlaşma əlaqəsidir ki, mən buradayım, nə olsun burada hal şəkilçisi var. O cümlədən də, cümlədə, məsələn, elə vəziyyətlər var ki, hal şəkilçisinin orada olması mənə əsas verir, mən gedim orada idarə əlaqəsi. Sənin üçün almışam. Nə? Orada idarə də var. O, özür otobüs haqqı, hə? Birinci tərəfdə olmalı. Yox, səbirli olun deyirəm də. Deyirəm, sənin dediyin qoşmalı ifadədir, malı-mala qatma. Yazıram bura, məsələn, evə doğru getdi, düzdür? Evə doğru getdi. Nə etdi? Getdi hara? Evə doğru. Bax, bu zəfliklə, bu xəbər arasında yanaşmadır. Amma qoşmalar qoşulduğu sözü idarə edə bilir. Burada idarə əlaqəsi də var. Bəli. Qoşmalarla orada qoşulmuş sözün arasında Bəli, idarə əlaqəsi ola bilir. Qoşmalar qoşulduğu sözünə idarə əlaqəsində ola bilir. əlaqələri biraz çətindir. Məsələn, niyə? İdarə əlaqəsində, belə deyək də, əlaqələri bir qırağa qoyaq. Bax, mən sənə bir ovuc muncuq versəm ki, bundan boyunbağı düzəl, sən məndən ip istəyəcəksən. Onları bir-birinə bağlamaq üçün ağıllı olaq, düzdürmü? Və yaxud da, bax, bizim bədənimiz, skeletimiz 220-dən çox sümükdən ibarətdir də, ibarət işi bitirmir. Onlar bir-birinə bağlanmalı nəyəsə ehtiyac vardır. Yığ 222 dənə sümüklü bura, skelet alınacaqmı? Xeyr, çünki onlar bir-birinə bağlamaq lazımdır. O cümlədən bizim qurduğumuz cümlə də belədir. Məsələn, biz nə deyirik? Qulaq asırıq. Biz nə deyirik? Biz deyirik ki, cümlə nədən ibarətdir? Sözlərdən ibarətdir. Düzdür? Məsələn, niyə? Belə deyək də, o bir ingilisə, bir rusa, Azərbaycan dilini öyrənsən, sözləri bilir, amma cümləni qurana əziyyət çəkir. Çünki sintaktik əlaqəni alındıra bilmir. Amma biz onu avtomatik edirik. Yəni, bizim beynimiz o sintaktik əlaqəni avtomatik edir. Mən həmişə deyirəm. Məsələn, deyirsən ki, cümlə qururuq da, bax, deyirəm, Aydan
Aydan nənə qırmızı köynək düzdür geydi. Məsələn, bu şuurlu kesim məsələ dəxili yoxdur. Nə olsun mənim söz ehtiyatım var? Bax, bilirəm, burada 5 söz var, 5-inin leksik mənasını bilirəm, əla. Cümləm alındı, alınmadı. Düzdür? İndi bura qrammatik şəkilsizlər əlavə eləyək. Niyə? Həmən o sintaktik əlaqə məni məcbur edir ki, qardaş, sənin söz bilməyini iş qutarmır. Sən onları bir-birinə bağlamalısan. Mən gelim kubik alım ki, mən ev tikdim, yox, kubikə bağlamalıyam. Mişar daşı üzr istəyirəm. Bir-birinə bağlamalıyam. Taxta aldım. Taxta almaqla iş qutarır. Bu taxtanı taxtaya nəsə bağlamalıyam axı, bu alınsın. Bax, görürsünüz, sintaktik əlaqə həmən o bağlayan elementlərdir. İndi baxın, mən biləm siz bu cümlələr qrammatik şəkildə artırmırsınız, mən elə artırmayacağım. Aydan nənəsinin qırmızı köynəyini geydi. Artırmasaydı olar. Yox. İndi baxın. Deməli, burada hal şəklisinə buraya ehtiyac olmadı. Bu zaten mübtəda xəbərdir. Hansı əlaqədir? Uzlaşma. Düzdürmü? İndi, bax, fikir verin. Köynək və nənəsi sözlərinə hal şəkilsi artırdı məcburən. Mənim orada geyimdə oldu, qeyd oldu. Əşib. Düzdür o, nə olur ikincisi var? Nırç. Hə. Baxın, bu məcbur elədir ki, mən bura nə artırım? Hal şəkilsi artırım. Artırdığım üçün deməli orada idarə əlaqəsi var. Yəni, məni sintaktik əlaqə məcbur edir ki, qardaş, cümlə alınmasını istəyirsə, ora hal şəkilsini artır. Qırmızıyı artırmadım ki, yanaşma əlaqəsi. Deməli, bu oldu yanaşma əlaqəsi. Bunlar nə oldu? İdarə əlaqəsi. Bu nə oldu? İdarə əlaqəsi. Heç şeyi göstərməyə ehtiyac yoxdur. Hal şəkilsinə qəbul eləmiş söz olur nə? İdarə əlaqəsinin aslı tərəf. İndi burada nənəsinin köynəyi var axı. Burada həm də hansı şəkilçi var? Bax, buna ikisini artırmışam. Bir hal artırmışam, bir də mənsubiyyət artırmışam. Halı artırdığım üçün idarədir. Mənsubiyyət artırmışam. Mənsubiyyət də uzlaşmanın aslı tərəfidir. Düzdür? Uzlaşmanın aslı tərəfidir mənsubiyyət. Deməli, bu uzlaşmalıdır axı. Bax, burada. Belə. Aydındır. Sintaktik əlaqə budur. Heç birləşmə qurmasaq, səbirli olun. Birləşmə qurmasaq, mənim neçə dənə cümlə üzüm var? 5 dənə cümlə üzüm var da. Hansılardır? Mübtəda, düzdür, xəbər. Deyirik ki, bu xəbər mübtədaya bağlanmalıdır, uzlaşma əlaqəsində. Bəzən pozula bilir də, mənəm, sən, bizi, siz, o sözlərdir. Yerdə qalır 3 dənə cümlə üzvü. Deyirik ki, 2 dünya dağılsa da tamamlıq nəyə bağlanmalıdır? Xəbərə. Zəflik nəyə bağlanmalıdır? Xəbərə. Hə, indi burada ağılı bala. Əgər hal şəkilsi görsən, bu bağlanmanı idarə götürürsən, yoxsa yanaşma. Eyni şey buradadır. Tamamlıq ilə xəbər arasında. Ya idarədir, ya yanaşma. Amma mübtədə ilə xəbər arasında məsələ konkreti uzlaşmadır. Təyin də hardadırsa, özündən sonraki ilə məsələ konkreti nədir? Yanaşma. Aydındır. Bura istidir, ora bumbuz. Hə. Orada köynəyin geyiminin də arasında idarə var bilər. Hə, o zaten onun hal şəklisi vardı. Oraya idarə yazmışam bura. Necə qeyri-təyin həmsizlər? Hal qoşmalı tamamlıqlar. Hə. Linkinizi atıblar, Hə? məsələn. Kurikulum qrupuna atıblar. Olsun da eləsin, heç nə olmaz. Hə. Məsələn, aydan geyimli olanda məlumdur budur. Aydan geyimli olanda qayda. Qayda düşünün. Bəli. Qeyri-müəyyən təsiri yoxmu? İdarə əlaqəsi. Mən qeyri-təyin həmsiz üzvlər deyirəm. Qeyri-təyini həmsiz üzvlər. Həmsizlər var idi, mən. Qeyri-həmsiz üzvlər. Hə. Mənim bir də bununla bağlı bir söz deyim də. Aqil müəllim birləşməsində, sözündə əlaqə var, yoxsa bütöv? Var, yanaşma. Hal yoxsa yanaşma götürəcəksiniz. Bunlar da hay. Məsələn, bu Bəli. Ya bircə dəqiqə, ortalıqda 2 söz birləşib, bir birləşmə, bir cümlə yaradıbsa, orada bir əlaqə var. Başa düşdünmü? Bir əlaqə olmalıdır. Yoxsa o öz başına bir şey olmaz ki. Qeyri-həmdislər. Qeyri-həmdis üzvlər deyəndə bu təyinləri nəzərdə tutur da. Qeyri-həmdis təyinlər. Təyin nədir? Təyinin qaydası nədir? Özündən sonraki üzvə aid olub onu izah edir. Düzdür, bu təyinin qaydasıdır. Bu yazıq bir cümlə üstüdür. İnversiya elementi olmur, ancaq aid olan sözün qabağında gəlir. Amma belə bir məsələ var da. Bir də baxırıq ki, məsələn, belə yazıram. Yazıram ki, uzun, qarlı qış gecəsi. Qış gecəsi. Bizim əşyamız budur, yəni aid olan üzümüz qış gecəsi. Necə qış gecəsi? Qarlı, necə qış gecəsi? Uzun. Düzdür. Bir cümlə üzründən bir cümlədə 50 dənə ola bilərdi. O cümlədən 2 dənə təyinimiz var və ikisi də eyni üzvə aid. Düzdürmü? Heç bir problem yoxdur. Qeyri-həmzis isə belə olmur. 2 təyin yanaşı gəlir. Məsələn, deyirsən ki, uzun, məsələn, koftalı,
Uzun, koftalı oğlan. Hə. Bəlkə oğlan balaca boydur, düzdürmü? Vergül qoysam, uzun oğlan, koftalı oğlan olacaq. Vergül qoymuramsa, kofta olur oğlana aid, uzun olur oğlana yox, koftaya aid. Buna direkt görəyəm istəyim. Yəni belə deyək, iki dənə yanlışı təyin gəlir, ikisi də eyni bir sözə yox, biri o birisinə aiddir. Olur görəyəm biz. De. Yəni hər düz üç götürürlər. Xeyr, görəyəm biz, ağzına düzən görəyəm biz. Hə. Bayaqsında alınmalı. Bu aydan nənə cümlə sözü olsaydı, biz bunun cümlə üzvü olaraq... Necə? Aydan nənə məsələn... belə Hə, bizdə də bütöv aydan- götürəcəkdi. Bütöv Hə. götürəcək. Bəs nə ilə deyirik, nə ilə ifadə olunur deyirik? Mürəkkəbat. Mürəkkəbat deyirik. Mürəkkəbat deyə bilərsən ha. Əsl mürəkkəb adlar deyil də, mürəkkəb quruluşlu adlardır, elə deyə bilərsən ona. Amma arasında Boş ver. yanaşma əlaqəsi var. O yenə deyirəm, ortada bir birləşmə varsa, ortada bir nə bilim, bir cümlə varsa, birinci sözdən ibarət. O boşuna ola bilməz orada. Hə. Sonra nə yazıblar oraya? Kinin bağlayıcı söz olan və olmayan söz. Nə? Kinin bağlayıcı söz olan və olmayan. Azərbaycanla iki adı bağlayıcı söz yoxdur. Yox, mənim mürəkkəb cümlədə bağlayıcı söz kimi olur ki? Mənim danışdığım şeyləri burada bir də soruşmayın da. Xahiş edirəm, qoyaram YouTube-dan o ötürdüyünüz yerlərə baxarsınız. Məsələn, mən bayaq dedim, qoşmalı tamamlıq, yanaşma əlaqəsi. Yenə onu soruşursunuz. Nə yazıblar? Axı göstərmişdim burada yuxarıda. Evə ilə doğru arasında yaxşı yazdıqlarım buradadır. Adama sonra deyərlər ki, ay müəllim, bax, bu zəiflikdir. Zəiflə xəbər arasında hal şəkilçisi görsən? Yox. Yanaşma. Amma qoşmalı ifadə idarə. Qoşmalı tamamlıq yanaşma əlaqəsindədir. Danışığınız Bəli. olma, izahınız mükəmməl. Ay, əridim. Hə. Davam edin. Daha həmədat həm bağlayıcı kimi yazıblar. Bunu abituriyentə belə izah edəcək. Dadənin Naxçıvanların dabəsi ilə. Hə. Hə, yeri gəlmişkən bunun yazılışına fikir verin ha. Bu belə yazılsa, bax belə yazılsa, heç bir halda ədat deyil. Bu şəkilçidir. Bağlayıcı da deyil. Dadə bağlayıcı və dadə ədatı belə yazıla bilər. Üstündə iki ola bilməz. Aydındır? Hə, ola bilməz. İndi burada da dadə, biz nə deyirik? Deyirik ki, bunu məsələn Gəncə Qazax sonrasının danası ilə, Naxçıvanların dabəsi ilə, Mərkəzi Aranların dənəsi ilə əvəz eləsən, nə olur? Ədatdır. Və adətən, necə? O üçü də ədatdır, belə eyni şeydir. Və bunlar, səbirli olun, bunlar, belə deyək də, adətən cümlənin xəbərindən sonra işlənir. Aydındır, cümlənin xəbərindən sonra işlənir. İsmi xəbər, feili xəbər fərqi yoxdur. Deyirsən ki, məsələn, dərsə gəlməlisən də, bax, bitdi. Ədatdır. Amma bağlayıcıdırsa, sən istəyirsən ki, orada bir sadalama var. Deyirsən ki, bax, fikir ver, yazıram ki, ağacda əkdik. Yəni, sanki burada başqa şey də əkmişik. Həmçində ağac əkmişik. Yəni, gül də əkmişik, ağac da əkmişik. Bu olur nə? Sadalama intonasiyası. Olur bağlayıcı. Oxusaq da dərsi Sadan sonra gələn da ədatdır. Hə. Kim mürəkkəb cümlə bağlamada bağlayıcı olsun? Kim yoxsa ki? Ki istənilən halda cümləni bağlayır da. Ki bağlayıcısına danışırıqsa. O anda tabiri mürəkkəb cümləni bağlayır. Ancaq onda bağlayıcı qalan hallarda da. Hə. Hə. Eylət sözünün kökü Əyləmək feilidir, bəli. Əyləş dialektdən gəlmə sözdür. Ədəbidir. sevimli sözünün kökü niyə sev olur? Sevimli adamı sevmirik. Yəni sevirik deyiz bizim üçün sevimli olur. Elə deyil ki. Ay, oy. Sizə indiki cənnəsi sevgidən başqa şey başa düşür. Hə. Gəllik hallı söz gələndə Necə? Gəllik hallı söz olanda təhlildə. Biz onu gəllik hallı olanda Eşitmirəm. Hey, gəllik hal olsa bir də de. sintaktik təhlildə gəllik hal gələndə biz əgər gəllik halın özünü görürüksə, ismi birləşmə götürürük, görmürüksə Götürmürük. Xeyr. Götürmürük. Yox, Şəkilçilər var idi. hə, neynəmə şəkilçiləri. Burada bir dənə şey var. Biz yox olanı var kimi bir dənə mübtəda da düşünə bilərik. Ki, yoxdur, müəyyən şəxsi cümlə götürə bilirik, mübtəda olmayanda. Amma gəllik hal orada yoxdur. Mən orada deyim ki, uzlaşma əlaqəsi var,
Gəlik hallarda olmayanın ismi birləşmədim, belə bir qayda yox. O orada olmalıdır, mən işi gözümlə onu görməliyim. Qeyri-müəyyən yəlik halı da Nə bəlada düşmüş ya Allah. Nə dəxli var ya onun, ne? Gəlik hal deyirəmsə, deməli ona da aiddir, nəsə. Sonra. Məsələn, ki, deyək, maqiyyat qoşulanda Maqiyyat deyəndə ki, maqiyyat. Bax, yenə deyirəm, bax deyirəm ki, bax, hansı dilə danışıram. Bax, hələ biri görsən yazımı danışığınız doğmadır. Bax, yazıram ki, dərsi oxumağı çox əla idi. Özünüzə götürməyin ha bunu. Özünüzə götürməyin. Bunun qabağına yəlik alın, mən bu iki ala gözümdən görürəm. Deməli orada nə yoxdur? Əgər iki gözümlə görsən ki, məsələn, burada yazılıb ki, onun dərsi oxuması, müəllim, buradadır, bəli. Burada olması ilə yanaşı, burada olması işi bitirmir, Burada olması işi bitirmir. Nə olsun orada gəlik halı var? Xalqımız belədir də, cümləni əvvəldən axıra oxumuraq, əlaqələndirmir. Gəlik halı gördü, Cəlləbatı Seyid kimi, elə ki onu bir dəfə gördüm. Bununla əlaqələndirməyin şərtdir. Onun oxuması. Müəllim, indi oldu isim birləşmə. İndi bu ismi birləşmə gedir, amma bunun qarşısında təyin varsa... Götürməyəcəksən. Atır buna. Bəli. Nə? Bəli, çünki deyildi oxumaq. Sənin dediyin fikir bəyan edilir. Sənin fikir arasında uzatma olmayacaq da, hə? Xeyr. Sənin fikir nədir? Ümumiyyətlə, sənin fikir nədir ki? Bu bir məqam, Azərbaycan. Bəli. Görüm nə yazıldı. Bəli, başdan gözəl sözlər yazanlara təşəkkür edirəm, bəyənənlərə xüsusi təşəkkürlər. Şiirdən zaddan atmayıblar ki? Yox, Sevimimiz edirsə, orada imli Bizə də ki, necə? İmli bəli bütövdür. Bir də bu, yazım, müəllimlər kimdir? Məsələn, hər dünya ölkəsində, belə deyək də, orta təbəqədən bir tık aşağı yaşayan xalqda, onlar niyə şirzad atsınlar? Niyə atsınlar ki? Heyf gör bizim blogerlər. Qoy danışım, bitirim də. Sosial mesaj verəcəkdim. De. Gür kimi sosial mesaj. Məndən küsünlər. Ayaqlarım əsrir, Biz demişik ki, frazoloji... Məni qatma ora, xahiş edirəm. De. Bilirik ki, frazoloji birləşmələr sadə cümləsi. Bəli. Məsəl üçün, mən desəm ki, dərsə ürəyə getdiyi üçün dərsə gəlməmişdi. Bəs orada üçün qoşması artırılır. Qoşmanın cümlə özünün quruluşuna dəxli var. Leksik mənası var. Bəli, yenə də sadədir. Necə ki, Leyla üçün aldım ifadəsindən, Leyla üçün mürəkkəb tamamlıqdır. Füsudur. Raminə Həsənova səni tanıyır. Yazır səhiyyə səsləyir. O da ləhsəndən, səsindən yox, ləhsəndən tanıyır. Raminə Həsənova. Yəni bu qədər, məni tanımazlar, səni tanıyır. Deyək gələk. Mən nədir? O heç də. Qızılgül hədiyyə, mədiyyə, ay, vicdan yapdınız. Sadalananda yenə də ədat olur. Elə bayaq dedim, bəli, sadan sonra gələn da, bax, oradakı sadalama o daya görə deyil. O xəbərə həmziz xəbərdir. Oxusa da, oynasa da, qaçsa da, tullansa da, o da ədatdır. Sadan sonra gələn da ədatdır. Bizim müdavim tayfası kəşfə meyillidir. Sabah gələcək imtihana deyəcək ki, Aqil mənim demiş, sadan sonra gələn də ədatdır. Kitabda da belə yazılır. Bəlkə ədatdır. Götürəcək onu bağlayıcı. O gün, ciddi deyirəm, mənim müdavimlərimdən 7-ci felis və şəkilsi kəşf eləyən olub. Maz. Niyə? Deyir ki, mənim düşündüm ki, bəlkə var, mənim xəbərim yoxdur. Frazoloji birləşmədən əvvəl söz artırılır. Biz onu cümlə özünün ifadə vasitəsi... Tez gəlsəydin, o haqda danışdın. Mürəkkəbdir. Frazoloji birləşmədən qabaq söz artırdın. Məsələn, qulaq ardına vurmaq, deyiləni qulaq ardına vurmaq oldu mürəkkəb. Onu eşitdim. Sadəcə ifadə vasitəsi kimi artıq frazoloji birləşmə götürə bilməliydik. Xeyr. Məsələ tərkibidir o. Buyurun. Sonra, var mı xalqımızı maraqlandan deyəcək? Nə qədər danışırlar? 1 saat var, hələ yox, 50 dəqiqə. Deyin.
Hə. Hə. Həmzə tabisi əlavəsi götürülür. Necə? Qeyri-həmzə tabisi əlavəsi götürülür. Yaraşma. Yanaşma. Ağzına qeyri-həmz deyirsən, nə olur? Yazanlar Hansı nömrə ilə əlaqə saxlamalıyıq? Mənim nömrəm Allah-itdən məşhurdur. Profilimdə də var. 051 531 85 58. Arasında kardeşin əlaqə yoxdur. Yanaşma. Özləri arasında. Yanaşma. Rəna, yanaşma. Gələn dəfə bura müqəddəs kitabzat gətirəcəm, onu deyəcəm ki, inanasın. Hə. Normalla biraz qəşəng bilərsən. Nəyin? Biri normadır, biri uzlaşma. Nəyin fərqindeyim? Bu sizin bildiğiniz şeydir. Sadəcə bir dəfə. Hə. Ay bala, bircə dəqiqə. Norma nədir? Bax, norma nədir? Gəlin əvvəl danış. Norma mənə deyir ki, mən nə deyirəm, onu da elə. Çünki ali orqan odur da, belə deyək. Məsələn, norma məni səhv eləməyə məcburluysa, mən səhv eləməliyəm. Norma mənə düz eləməyə məcburluysa, mən məcburəm düz eləyim. Məsələn, bax, normanın bizə ən çox belə problem yaratdığı hissə uzlaşma əlaqəsi məsələsindədir, uzlaşma əlaqəsi. Məsələn, biz nə deyirik? Biz hamımız öyrəşmişik ki, xəbərlə mübtəda arasında hansı əlaqə olmalıdır? Uzlaşma. Düzdür? Bunu belə bilirik. Bax, bizim bildiyimiz gəlir normaya çatanda dayanır. Niyə? Çünki norma mənə deyir ki, məsələn, baxın bura, fikir verin. Danışan mənəm. Norma mənə deyir ki, qardaş, mənəm maraqlı deyil. Danışan neçənci şəxs? Üçüncü şəxsdir. Üçüncü şəxsin xəbəri şəklisi nə olmalıdır? Dır. Norma mənə deyir ki, qardaş, mənəm maraqlı deyil. Uzlaşmanı poz. Ay, son. İndi danışan mənəm. Mübtəda xəbər var? Var. Normaya tabe nitqdir? Bəli. Uzlaşma varmı? Xeyr. Başa düşdünüz? Mən nəyə tabi olmalıyım? Uzlaşma yoxsa normaya? Normaya, çünki ali orqan odur. İndi burada nəticə çıxardıram ki, deməli, heç də mübtəda xəbər olan cümlədən mütləq uzlaşma əlaqəsi var ifadəsi doğru deyil. Yoxdur uzlaşma əlaqəsi. Şəxsə görə. Bu oldu şəxsə görə pozulma. Aydındır. Norma mənə deyir ki, poz günah. Mənə maraqlı deyil. Sənə pozmalısan. Deməli, burada nədir? Yazıram bura ki, norma var, var. Uzlaşma yoxdur. Uzlaşma yoxdur. Bu şəxsə görə. O cümlədən də kəmiyyətə görə də elədik. Norma mənə deyir ki, sənin mübtədan insandırsa, insanlar və cəmdədirsə, sənin xəbərinə nə olmalıdır? Cəmdə olmalıdır. Yəni, burada nədir? Baxın, norma da var, uzlaşma da var. Üzr istəyirəm. Norma mənə deyir ki, heyvan və quş anlayışıdırsa, heyvanlar və quşlar, fərqi yoxdur, quşlar. Uçur da olsa eləyə bilərsən, sənə çox şey edir də, yəni, ixtiyar verir. Uçurlar da olsa şeydir. Yəni, burada istənilən halda nə var? Norma var. Yəni, bax, bu birincidə norma var, uzlaşma yoxdur, düzdürmü? İkincidə həm norma var, həm də nə var? Uzlaşma var. Uzlaşma netdir də, düzü nədir? Lar varsa lar olmalıdır, lar yoxsa lar olmamalıdır. Aydındır, amma norma mənə nə deyir? Norma mənə deyir ki, əgər bu cansızdırsa, məsələn, elə belə yazım da, cansızlar gəldi olmalıdır. Hə, bura tərs mütənasiblik olur. Norma var, var. Uzlaşma yoxdur. Əgər uzlaşma olsa, norma pozulacaq. Mənim üçün vacib hansıdır? Norma. Hə? De. Yoruldu zaman. Bizə dəqiqə. xəbər olur deyə var, yox, bəs mümkün Hə. deyil. Onlar yalnız xəbər olur, yoxsa başqa bir mövzular və sözünə işlənə bilər, heç bir şey keçirəm. Yox, predikali sözlər əsasən xəbər olurlar və ismi xəbər olurlar müəyyən şəxs cümlələrdir. Niyə var? Məsələn. O deyil axı, o məna deyil axı. Var dövlət mənasındakı varla predikali sözdəki var amonimdir, eyni şey deyil. Var dövlət sözündəki var ayrılıq işlənə bilər. Ha, ey mənim varım, dövlətim. O var deyil axı. Başqa cümlə kimi işlənə bilər. Həmin o xəbər Hə. De. İdiymişin yazılır. Birincisi əllə yazılır. İdiymiş. Yazılma qaydası. İdiymişdə qayda budur ki, adları ayrı yazılmalıdır. Bitti. Xeyr, yazıla bilməz. Yazılıbsa norma pozulub, fonetik norma pozulub. Yazıla bilməz. Adları ayrı. Məsələn, deyirsən ki, gələn
Əmim idi. İdi. Vəssalam. Bax, addır, addır. Necə olmalıdır? Ayrı. Əmim nəymiş? İmiş. Vəssalam. Burada qayda budur, ağıllı. Adları ayrı yazılmalıdır. Əgər hardasa bitişik yazılan görsən, demən norma pozulur. Aydındır. Hə, feillərdə. Əgər feil saitlə bitirsə, saitlə, bax, saitlə oxumalı. İdi də düzdür, oxumalı imiş də düzdür. İnşallah yerləşdiniz bala. Oxumalıymış. Hər ikisi düzdür. Yox, feil samitlə bitirsə, onda bitişik. Oxuyurdu, bitişik. Əvmi, hə. De görüm. Nə iləsi? İlə bağlayıcı ilə var idi. İlə bağlacı bitişik də yazıla bilər, ayrı da yazıla bilər də. Məsələn, saytla başlayan sayt. Mən söz deməmişəm. Hə, elə deyildi o, qatma. M ədatının yazılma qaydası budur ki, əgər M ədatının qovuşduğu ünsür özü bitişiksə, o da bitişikdir. Qayda budur. Məsələn, baxın, iqra oyunlar olur, yox. Hə, TikTok'dan bəyənirsiniz, hə. Deməli, məsələn, bax, yazıram ki, sən, əgər mən buna dadə bağlayıcısı artırmışamsa, ayrılsa, deməli, mi də ayrıdır. Yox, əgər yerli kar şəkilsi bitişikdirsə, deməli, mi də bitişikdir. İlkunlaşdıraq, tərs apardı məni. Hə, belə, inşallah burada, indi bilmirəm nə qədər faydası oldu, nə qədər faydası olmadı. Mən bacardığım qədərini elədim. Sizin əlinizə nə gəlir? Bəyənmək, paylaşmaq, dəstək olmaq bu və digər şəkildə. Kanala abunə ola bilərsiniz, YouTube kanalıma abunə olun. Yəni faydalarla o kanal sizin üçündür. Artıq 4 ildir. Yəni orada artıq 500 neçə video var və bunlar hamısı sizin üçündür. Yəni elə bilmir oradan böyük məbləğdə pul gəlmir. İstəsin mən bir gün onun rəsmi açıqlamasını da verərəm. O düşündüyünüz kimi bir şey deyil. Belə, hələlik özünüzü qoruyun. İnşallah bir arzu tuturam ki, tezliklə MİQ imtahanının vaxtı bəlli olar və bu xalq bir yayda bir normal haqqına bir gedib istirahat edə bilər. Hələ ki artıq biraz da papağı fırasa yulayı qutarır. Bir də görə bu il eləşək, bu il olmasın. Bu il olmasın MİQ imtahanı olacaq. Bəlkə də arpa edəcək. Hələ. O yazı belki bazıları Hə. Deməli, yekunlaşdıraq, əvvəl YouTube-u yekunlaşdıraq.